Amigalar, salam. Hətta universitetini yerə göyə sığdırmayanların zəncir çeynədiyi bir dövrə gəlib çatmışıq. İmtahan ərəfəsidir. Sizə universitetinizi sevməmək üçün azı bir səbəb var. Siz də universitet təhsilinin effektiv olmadığını düşünənlərdənsiniz? Bəli. Əliş səsin gəlmir, gəl yaxından danış. Biz bugün nədən danışacağıq? Təhsilin effektivliyindən. Başlayaq. Başlayaq. Qonağımız mentor, data analitik Əliş Niftəliyevdir. Xoş gəlmisən. Xoş gördük. Necəsən? Yaxşıyam, sən necəsən? Mən də yaxşıyam. Biz bugün universitet təhsilinin effektivliyindən bir növ danışmaq istəyirik, amma burada təbii ki, sadəcə universitet təhsilindən danışmırıq, ümumi karyera planlamasından danışırıq. Amma elə gəl universitetdən başlayaq. Universitet təhsili səncə effektivdirmi? Məncə universitet təhsili həm effektivdir, həm də deyil. Mənə elə gəlir ki, müəyyən ixtisaslarda universitet təhsili daha vacibdir. Xüsusilə də tibb sahəsində, hüquq sahəsində məncə universitet mütləqdir. Amma ümumi baxdığımızda isə universitet təhsili deyərdim ki, dünyanın hər tərəfində müəyyən qədər geridə qalıb və güncəl bilikləri və informasiyaları tələbələrə verə bilmirlər. Aha. Onda belə başa düşdük ki, sən fikirləşirsən ki, müəyyən ixtisaslar üçün universitet təhsili almasaq da biz kifayət qədər uğurlu kadr ola bilərik. Belə deyim, ümumi biliklər və bacarıqlar baxımından fikrimcə universitet təhsili mütləq və mütləq olmaq məcburiyyətində deyil. Aha. Amma bir məsələ var ki, universiteti bitirmək, universitet təhsil almaq bizə iş yerlərinə və yaxud da gedəcəyimiz hər hansı bir şirkət üçün bir fikir yaradır ki, biz 4 il ərzində və yaxud da neçə il ərzində oxumuşuqsa, bu müddət ərzində biz disiplinimizi qoruyub, universitetə gedib gəlmişik, müəyyən dərsləri götürə bilmişik, buna normal bir formada hazırlaşıb və imtahanlardan keçə bilmişik. Və şirkətlər artıq bizim haqqımızda bir ideyaya sahib olmuş olur ki, bir insan əgər 4 il universitetə gedib gəlsə, deməli bu insanda bir səbr var, deməli bu insanda bir nəyisə yerinə yetirmə, nəyisə bitirə bilmə bacarığı var deyə bunu göstərmiş oluruq əslində. Çünki günün sonunda universitetdə öyrədilmiş biliklər adətən teoriya əsaslıdır və nəzəriyyə əsaslıdır, belə deyək. Və praktikaya gələndə tamamilə fərqli şeylərlə qarşılaşırıq. Çünki günümüzdə elədir ki, dünya çox tez dəyişir, amma universitetlər bu qədər tez dəyişə bilmir və iş yerləri, şirkətlər bu, belə deyək, ən son dəyişikliklərə adaptasiya olmağa çalışırlar. Buna görə də istər-istəməz biliklər daim olaraq yenilənir və biz 4 il ərzində oxuduğumuz universitetdəki biliklər 4 ilin sonunda artıq yenilənmiş və fərqli bir formada bizim qarşımıza çıxmış olur. Bu mənada universitet təhsilinin bəzi ixtisaslar üçün vacib olmadığını düşünürsən. Bəs hansı ixtisaslarda həmin bu bəzi ixtisaslar? Deyərdim ki, əgər xüsusən də IT sahəsində olan insanlar, hətta deyərdim ki, belə deyək, ümumi sahələr var ki, bu sahələri belə deyək, əvvəllər bəlkə də bu sahələrdə universitet təhsili o qədər də yox idi. Deyək ki, biznesin idarə edilməsi olsun, marketinq üzrə olsun və s. Ki, bu ixtisaslar daha çox son illərdə qarşımıza çıxıb, son 10 ildə, 15 ildə artıq qarşımıza çıxmış olan ixtisaslardır ki, bu tip ixtisaslar əvvəllər insanlar, məsələn, birisi biznes qurmaq istəyirdisə, gedib bunun universitet təhsilini almırdı, düzdür? Və yaxud da hər hansı bir başqa bəlkə də ixtisas oxumuş birisi gedib biznes qururdu. Buna görə də fikrimcə universitet təhsili müəyyən ixtisaslarda keçərli deyil və digər ixtisaslarda isə universitet təhsili olmalıdır, sözsüz. Deyək ki, kompüter sahəsi ola bilər, bu kompüter elmləri ola bilər, proqramlaşdırma ilə bağlı bacarıqlar ola bilər ki, burada universitet təhsili vacib olur ki, işə götürənlər istər-istəməz bunu bizdən tələb edir ki, bizim diplomumuz olsun bu sahədə. Amma günün sonunda bizim universitetdə öyrəndiklərimizdən əlavə daimi olaraq bu sahələrdə dəyişikliklər var. Bugün görürük ki, süni intellekt həddindən artıq çox inkişaf edib. Məsələn, 2 il bundan əvvəl süni intellektdə sadəcə yazı üçün istifadə edirdiksə, ondan bir il sonra artıq şəkillər yarada bilirdik və hal-hazırda son belə deyək, məlumatlara baxanda, son xəbərlərə baxanda artıq süni intellekt bizim üçün videolar belə yarada bilir və bir çox fərqli vasitələr üçün istifadə olunur. Və bunlar hamısı güncəl biliklərdir, hansılar ki, universitetlər bundan çox da ayaqlaşa bilmirlər. Ona görə də tələbələr məcburdur ki, özləri mütləq nələrsə araşdırsınlar, internetdən baxsınlar, əlavə məlumatlar tapsınlar, əlavə resurslara başvursunlar ki, belə deyək, sahədə olan ən son yeniliklərlə ayaqlaşa bilsinlər. Yoxsa yəni sırf universitet biliyi ilə həqiqətən sahə ilə ayaqlaşmaq mümkün deyil və məhz bu səbəbdən deyirəm ki, bəzi yerlərdə universitet biliyi vacib deyil, digər sahələrdə isə universitet biliyi ilə yanaşı mütləq və mütləq əlavə inkişaf olmalıdır, əlavə resurslardan istifadə mütləqdir. Aha, mən sənin son fikirlərindən yapışmaq istəyirəm. Gənclərin özü nəsə etməlidir. Bəzən deyirlər ki, müəllim öyrətməlidir. Bu bəlkə də əslində hardasa inkişafa açıq olan, inkişaf etmək istəyən insanın cümləsi deyil əslində. Razısan? Məncə razıyam. Niyə görə? Fikrimcə bizdə biraz daha
keçmiş dövrün inancları qalıb ki, bizə müəllim hər şey öyrətməlidir. Çünki Azərbaycan uzun bir müddət təbii ki, kommunist rejimdə qalmış olan bir ölkədir və təbii ki, o dövrdə olan iqtisadiyyat tamamilə başqa idi. Və o dövrdə olan iqtisadiyyatın təbii ki, universitet bilikləri ilə müəllimin məktəbdə öyrətdiklərindən gedib həqiqətən uğurlu olmaq mümkün ola bilərdi. Çünki müəyyən bir iş təminatı və s. var idi. Amma biz kapitalist iqtisadiyyatında yaşayırıq deyə, buna görə artıq biz tamamilə özümüz öz başımızayıq. Artıq gedib iş axtaranda tamamilə bizə heç kimsə kömək eləmir. Biz bütün bilikləri, yenilikləri özümüz öyrənməliyik. Universitetdə oturan müəllim və yaxud da məktəbdə oturan müəllim artıq ixtisaslaşmış biridir. Və o müəyyən biliklər əsasında, müəyyən proqramlar əsasında artıq o tələbələrə, şagirdlərə təhsil verir. Və bizim tamamilə müəllimdən asılı olmağımız və hər şeyi müəllimdən gözləməyimiz heç düzgün deyil. Nəyə görə? Çünki dediyim kimi, müəllim orada müəyyən bir proqramı keçməlidir, onun limitli bir vaxtı var və geriyə qalan nə qədər saat qalırsa universitetdən sonra, təbii ki, tələbə bunu öz asudə vaxtı üçün necə keçirməlidir bunu, öz üçün dincəlməlidir, nələrlə məşğul olmalıdır. Amma bundan əlavə o demək deyil ki, universitetdə oxudum və yaxud da məktəbdə müəyyən bilikləri əldə elədim və bununla da mən gələcəm, uğurlu olacam və yaxud da bu biliklər mənim üçün yetərlidir. Bu heç vaxt belə deyil. Çünki insan daimi olaraq inkişaf edən bir varlıqdır və bu baxımdan da sırf müəllimin öyrətdiyi bir şeylə qalmaq düzgün deyil. Çünki müəllimin özünün öyrəndikləri bir yerə qədərdir və yeniliklər məsələsi var və hər kəsin fərqli baxış bucağı var. Əgər öz baxış bucağınızdan müəyyən məlumatları əldə edib, onları analiz edib, onları belə deyək, karyeranızda tətbiq eləmirsinizsə, deyərdim ki, bu artıq inkişafdan geri qalmaqdır və ingilislərdə growth mindset deyilən bir məsələ var. Yəni inkişaf düşüncəsi. İnkişaf düşüncəsi ilə davranmırıqsa, biz hər şeyi kimdənsə gözləyiriksə, o zaman həqiqətən heç nə əldə edə bilməyəcəyik və biz çalışıb özümüz araşdırmalıyıq, özümüz nəyisə əldə etməyə çalışmalıyıq. Çünki belə eləyəndə həm bir növ araşdırmaçı olmaqdan əlavə, eyni zamanda biliyə öz baxış bucağımızı vermiş oluruq, özümüz analiz etməyə daha çox vaxt tapmış oluruq. Nəinki başqasının dediyinə birbaşa olaraq kör-körənə inanmaqdansa. Bəs bir gəncin səncə effektiv təhsil planı necə olmalıdır? Mənə görə effektiv təhsil planının bir neçə elementi var və effektiv təhsil planının məncə ən böyük elementi bir insanın özünü nə qədər öyrənə bilmə bacarığıdır, öyrənə bilmə qabiliyyətidir və məncə bu faktor digər faktorları mütləq təsir eləyir bu faktorlara. Məncə təhsilin effektivliyinin ən önəmli məsələsi birinci növbədə təbii ki, təhsilin keyfiyyətindən asılıdır. Necə resurslarla maraqlanırıq, bizə kimlər dərs deyir və yaxud da bizə necə formada bu dərs deyilir ki, biz yaxşı anlayırıqmı, anlamırıqmı? İkinci məsələ təbii ki, insan öz motivasiyasından çox şey asılıdır. Mən ümumiyyətlə motivasiya tərəfdarı deyiləm, daha çox disiplin tərəfdarıyam ki, əgər bir insan həqiqətən bir məqsədi istəyirsə, bunun üçün daima çalışacaq, digər şeyləri prioritet halına gətirməyə buraxacaq və təhsilini və yaxud da çatmaq istədiyi məqsədi bura qoyacaq, düzdür? Bu baxımdan deyərdim ki, motivasiya ikinci məsələdir ki, təhsil həqiqətən effektiv olsun, insan özünün həvəsi olmalıdır həqiqətən öyrənməyə. Çünki bəzən görürəm ki, tələbələr adətən yazınlar, müəyyən sualları soruşurlar və bəzən görürəm ki, bəzi suallarda həqiqətən insana tənbəllik eləyirlər, gedib bunu araşdırmaq üçün. Halbuki, məsələn, bu sualın cavabını bir Google-dan avtomatik olaraq bir dənə araşdırma eləyərək çox rahat bir şəkildə cavab almaq mümkündür. Amma gedib, məsələn, başqalarından cavab gözləmək və s. daha çox vaxt ala bilər bu insan üçün. Əgər bir insan həqiqətən maraqlıdırsa, həmin şeyi həmin yerdə əldə etməyə çalışacaq. Bu baxımdan dediyim ki, motivasiya, disiplin çox önəmlidir. Təhsilin keyfiyyətini də bura qoyduq. Bundan əlavə istifadə edilən resurslar çox vacibdir. Fikrimcə, ən son məlumatları əldə etmək üçün, ən son bilikləri əldə etmək üçün məncə dil bilikləri çox önəmlidir. Xüsusən də tələbələrin xarici dil biliyinin olmağı mənim üçün çox vacibdir. Çünki ingilis dili məncə bu gün hamının bilməli olduğu bir dildir, çünki qlobal bir dildir. Əgər ingilis dili bilirsinizsə, avtomatik olaraq daha çox resurslara əlçatan olacaq sizin üçün. Və bu baxımdan da dediyim kimi resursların keyfiyyəti təhsilin effektivliyi üçün digər bir elementdir ki, vacibdir burada. Və son olaraq da ətraf mühit çox önəmlidir. Ümumiyyətlə biz əgər yaxşı vərdişlər qurmaq istəyiriksə belə, bizim ətraf mühitə ehtiyacımız var. Biz məsələn pis bir ortamda, deyək ki, hər kəs tənbəllərdən ibarətdirsə bir otaqda, bizim özümüzün və yaxşı vərdişlər yaratmağımız çox çətindir. Çünki mühit bizi istərsiniz bizə müəyyən bir təsirləri var və o təsirlərin əsasında biz nəsə eləyə bilmirik. Eyni formada əgər biz effektiv təhsil almaq istəyiriksə, ətrafımızda eyni maraqlara sahib olan insanları belə deyək, toplamalıyıq ki, onlardan biz belə deyək, ilhamlanaq, onlarla sağlam bir rəqabətə girək. Mən məsələn bir şeyə fikir vermişdim ki, məktəb vaxtında
həmişə məktəbdə, bir sinifdə mütləq daha yaxşı oxuyanlar var idi. Bir 5-6 nəfər olurdu. Orta bab oxuyanlar var idi. Daha sonra isə heç oxumayan insanlar var idi. Və həmişə belə deyək, o yaxşı oxuyan insanlar ən pis oxuyanlara və yaxud da orta bablara baxmırdılar. Öz belə deyək, kateqoriyalarında olan insanlara baxırdılar və onlarla rəqabət aparırdılar. Və hansı sinifdə ki, artıq bu rəqabət azalırdı, sağlam rəqabət yox olurdu, artıq orada inkişaf da az olurdu və istərsiniz sinifin ümumi performansı düşürdü. Və bu baxımdan deyərdim ki, effektiv təhsil almaq istəyirsinizsə, ətrafınızı məncə dəyişməlisiniz müəyyən qədər və eyni maraqlara sahib insanları qurmalısınız. Şərt o deyil ki, sizin sahələriniz eyni olsun, ixtisaslarınız eyni olsun. Əsas məsələ inkişafa yönəlməkdir. Əsas məsələ təhsilə maraqlı olmaqdır, öyrənməyə maraqlı olmaqdır. Çünki burada öyrənməyə maraqlı olmaq faktoru var deyə fərq eləmir. Biri bəlkə hüquqşünas olmaq istəyir, biri bəlkə də kompüter mühəndisi olmaq istəyir, fərq etməz. O ortamda istər-istəməz insanlar bir-birlərinə təsir eləyəcəklər və təhsili bir-birlərinə rəqabət apardıqları üçün də daha çoxunu eləməyə çalışacaqlar və daha effektiv təhsil olacaq deyə düşünürəm. Universitet sənə nə öyrədib? Universitet mənə birinci növbədə məncə disiplin öyrədib və zamanlı olmağı öyrədib. Çünki Mən müəllimdən alıb. Yəni hər kəsə öyrədə bilmir. Düzdür, hər kəsə öyrədə bilmir və mənə elə gəlir ki, bu biraz da sizin qarşılaşdığınız müəllimlərdən çox şey asılıdır. Nə qədər ciddi olublar sizlə və yaxud da müəyyən qədər belə deyim ki, bu əslində belə deyək də universitetdə qarşılaşdığınız çətinliklərlə də bağlıdır. Deyək ki, məsələn, mənim qarşıma universitetdə həddindən artıq mənim belə deyək, tapşırıqlarımın çoxu esselərdən ibarət olurdu və esselər adətən 2000 söz, 3000 söz, yəni bunu yazmaq lazım idi. Amma bunu yazmaq üçün belə deyək, hardansa gedib informasiya kopyalayıb yazmaq mümkün deyil. Çünki müəyyən bacarıqlar lazımdır, burada tənqidi düşüncə lazımdır və s. ki, öz fikirlərimizi əlavə eləyək. Yəni tamamilə bu bilikləri hardansa götürməklə bağlı deyildi. Məhz bu səbəbdən araşdırmaya və s. vaxt getdiyi üçün artıq bilirik ki, biz o 2000-3000 sözü bir gün qalmış yaza bilərik bəlkə də, amma eyni keyfiyyət olmayacaq və yaxud da biz yuxusuz qalmalı olacağıq və s. Düzdür? Məhz bu səbəbdən artıq bir dəfə insan onun pis nəticəsini gördükdən sonra istər-istəməz belə deyək, daha disiplinli olmağa çalışırdı ki, okey, mənim artıq bu qədər vaxtım yoxdur, mən daha zamanımı daha yaxşı idarə etməliyəm ki, mən bunu çatdıra bilim. Çünki bir dəqiqə belə geciksəm mən o qoyulan vaxtda avtomatik olaraq mənim qiymətim düşəcək, mən istədiyim qiyməti ala bilməyəcəm. Çünki belə sərt tədbirlər var idi. Məsələn, mənim disiplinimin belə deyək, çox pis təsir edən müddət Covid dönəmi olmuşdu. Təəssüf ki, o dönəmdə biraz daha universitetdə rahat davranırdılar tələbələrlə, icazə verirdilər ki, Covid dönəmə görə təsir edirsə, 3 həftə əlavə vaxt verə bilərik sizin tapşırıqlarınızı və s. və mən təəssüf ki, son semestrdə bundan çox istifadə edirdim və fikrimcə o vaxt disiplinimi çox pozmuşdu universitet. Amma ümumi belə baxdıqda disiplin baxımından çox şey öyrədib universitet. Digər bir məsələ budur ki, universitetdə mən tənqidi düşüncə bacarıqlarımı çox inkişaf etdirə bilmişəm. Çünki ixtisasım iqtisadiyyat və beynəlxalq əlaqələr üzrə idi və beynəlxalq əlaqələr üzrə xüsusilə də həqiqətən çox tənqidi düşüncə bacarığına lazım olurdu və o zamanlar çox şey öyrənmişdim ki, məsələn, bir biliyi bir resursdan almaq olmaz, bir neçə dənə resursa baxmaq lazımdır və bunu bir neçə dənə yerdən təsdiqləyərək o formada qəbul etmək lazımdır. Biz də öyrənirik onu, jurnalistlər. Aynen. Xüsusilə də mediada məncə bu çox önəmlidir. Çünki mediada müəyyən qədər hər zaman çirklilik olur və müxtəlif resurslara baxırıq ki, orada məsələn deyir, rəqəmi məsələn orada 10 nəfər deyir, burada 5 nəfər deyir və ortaq bir nöqtəyə gəlmək üçün həqiqətən də müxtəlif mediaları oxumaq lazım olur. Və bunu bir müddət özüm də sosial mediada olan fəaliyyətlərimdə mütləq bunu bildirirdim ki, yəni resurs oxuyanda, xəbər oxuyanda mütləq bu formada edin ki, sizin tənqidi düşüncə bacarıqlarınızı inkişaf eləsin. Yəni doğrunu yanlışdan ayırd edə biləsiniz. Bu ikinci faktoruydu. Üçüncü faktor isə mənə görə universitet çox yaxşı networking vermişdi. Yəni əlaqələr qurmaq üçün çox yaxşı idi. Çünki adətən universitetdə bizim insanlar təhsil yeri kimi baxırlar. Amma mənə görə şəxsən universitet şəbəkələşmə yeri. Eynən, şəbəkələşmə üçün çox önəmlidir. Çünki orada tanıdığımız insanlar, rastlaşdığımız insanlar bilmirik saat bir gün harada qarşımıza çıxacaq. Bəlkə də elə bir yerdə onlar gedib işləyəcəklər ki, saat bir gün biz məsələn o şirkətə müraciət etmək istəyəndə bizim üçün məsələn yaxşı bir fikir bildirə bilərlər və s. Və bizim belə deyək, işə qəbul olmamıza təsir ola bilər və s. İndiki sualım isə internetlə bağlıdır. Sadəcə internetdən araşdırmaq, öyrənmək kifayət eləyə bilərmi? İnternet sadəcə məlumatlı, bilikli insan olmaq üçün bəsdirmi? Bu sualın cavabı əslində iki tərəflidir. Həm hə, həm də yox. Çünki internet həqiqətən çox böyükdür və biz adətən interneti nə üçün istifadə edirik? YouTube-a giririk və yaxud da sosial mediadan istifadə edirik və s.
Amma halbuki internet bundan daha çoxudur və daha çox yerdən biz məlumat ala bilərik. Və internetdə həqiqətən çox faydalı veb-saytlar var, bizim onlayn kurs götürə biləcəyimiz veb-saytlar var və s. Biz internetdə gördüyümüz resursları, internetdən biz öyrənmək istədiyimiz məlumatları və s. Əslində biz bunları seçə bilməliyik və seçib ən yaxşılarını, bizə uyğun olanlarını götürə bilməliyik ki, bilək ki, bu informasiya mənim üçün çox vacibdir, bu informasiya mənim üçün çox faydalıdır və s. Bu baxımdan deyərdim ki, internetdən həqiqətən çox dəyərli şeylər öyrənmək olar. Mən şəxsən hal-hazırki yəni çalışdığım sahəni, data analitika sahəsi tamamilə internet üzərindən öyrənmişəm. Hətta belə deyim, bu sahədə olan kursların varlığından və yaxud da müəllimlərin bu mövzuda dərs keçməyindən və s. daha sonra xəbərdar olmuşdum ki, həqiqətən də bu sahəyə tələbat var imiş və s. və bunun üçün yəni dərs keçən müəllimlər var imiş Azərbaycanda da. Və mən bunu tamamilə praktiki yollarla, internetdən videolara baxaraq, forumlara oxuyaraq, məsələn, müəyyən problemləri qarşılaşanda gedib onu bir araşdıraraq elə bir format tapmışam. Bunun sayəsində məsələn bu sahəyə giriş eləmişdim və öyrənmişdim. Amma eyni zamanda bir şeyi nəzərə almaq lazımdır ki, biz sadəcə internetdə sıxışıb qala bilmərik. Çünki real bir dünya da var burada və real dünyada olan insanların real təcrübələri ilə qarşılaşırıq. Məncə bir sahəni öyrəniriksə, bir ixtisasa maraqlıyıqsa və s. o öyrənmə prosesini sadəcə internetə sıxışdırmamalıyıq. İnternetdən ilkin məlumatları almalıyıq. Belə deyək, müəyyən bir səviyyəyə gələndən sonra məncə həm şəbəkələşmə məqsədi ilə, həm də eyni zamanda başqalarından fərqli perspektivlər öyrənmək, onların təcrübələrindən də öyrənmək üçün getməliyik. Məsələn, o sahədə olan insanlardan sorğu-sual etməliyik. Məsələn, onlardan yeni yollar öyrənməliyik ki, mən özüm necə daha yaxşı inkişaf etdirə bilərəm və yaxud da hər hansı bir problemə fərqli perspektivi öyrənmək üçün məncə bu çox dəyərlidir. Çünki dediyim kimi ağıl ağıldan üstündür. Mən bu gün özümlə məsələn başqa daha yaxşı, daha təcrübəli insanlardan müəyyən soruşduğum məsələlər olur. Gedirəm məsələn onlardan birbaşa olaraq soruşuram ki, bunu necə eləyə bilərəm? Buna daha necə formada yanaşa bilərəm və s. Və dediyim kimi interneti məncə əsas və nəzəriyyə biliklərini, müəyyən praktiki biliklər öyrənmək üçün çox yaxşıdır. Amma təcrübəni bizə insanlar verəcək. Təbii ki, o təcrübəni müəyyən forumlardan da ala bilərik internetdə. Amma deyərdim ki, üz-üzə danışıq hər zaman daha yaxşıdır və daha effektivdir. Çünki üz-üzə danışanda insanların emosiyalarından daha yaxşı şeylər anlamaq olur və onların perspektivindən daha yaxşı başa düşmək olur deyə düşünürəm. Amma forumları falan oxuyanda monitorun arxasında kimsə nələrsə yazıb, müəyyən bir məlumatı verib və orada artıq o yazılmış informasiyanı alırıq və bundan artığı yoxdur. Bu baxımdan deyərdim ki, həm insan faktoru mütləq önəmlidir. Təcrübəli insanlardan o bilikləri almaq çox önəmlidir. Çünki onlar artıq sahənin içində işləyirlər. Amma internetdə də o nəzəriyyə biliklərini və müəyyən praktiki bilikləri əldə etmək üçün ikisini bir yerdə birləşdirməliyik. Deməli, əslində universitetlərdə müəllimlərimiz də çox vacibdir. Çünki internetdəki o dərin informasiyanın içərisindən lazım olanı bizə seçib verən lazımdır. Bir növ əgər eləyə bilirlərsə. Eynən, bununla bağlı bir şey deyim ki, adətən internetdən öyrənməklə bağlı ən böyük problem də budur ki, bilmirik hansı resursu seçək və adətən ona görə də biraz belə deyək, müəllimdən müəyyən qədər asılılıq ola bilər ki, mən gedim nəyi öyrənim, hansı mənim üçün daha vacibdir. Amma dediyim kimi, əgər insanların həqiqətən bu mövzuda başa qarışırsa, yenə də müəyyən forumlara müraciət edə bilərlər ki, hansılar ki, o sahədə işləyirlər və s. və həmin sahədə işləyən insanlar internetdə də sizə məlumat verə bilər ki, məsələn, mən filan kursu götürmüşəm, mənim üçün effektiv olub və ya başqaları da nələrsə deyə bilərlər. Yəni, müəllim bizə yol göstərən olmalıdır. Müəllim bizə düzdür, bilik öyrədir, amma müəllim bizə ən çox yol göstərən olmalıdır ki, yol göstərsin, biz gedək özümüz eləyək. Çünki özümüz eləmədikcə nəyisə öyrənməyimiz çox daha çətindir. Ona görə də müəllimlər təbii ki, çox dəyərlidir. Onlar bizə yol göstərirlər. Amma günün sonunda öz gələcəyimizi özümüz qururuq, nələrsə özümüz eləməliyik. Əliş, təşəkkür edirəm. Mənə elə gəlir ki, biz birlikdə effektiv təhsil planı qura bildik. Məncə də qurduq. Çox xoş oldu. Mən təşəkkür edirəm. Bir sual, 1000 cavab. İdeal universitet necə olmalıdır? İdeal universitet necə olmalıdır sizcə? İdeal universitetin məncə diplomları xaricdə çox böyük tanınmalıdır. Xüsusilə də Azərbaycanın məsələn öndə gələn universitetləri var. Universitet baxımından Finlandiyadakı təhsil sistemini daha çox bəyənirəm. Yəni hər hansı bir bal və ya kəsr söhbəti yoxdur. Tələbələr kəsr üçün narahat olmurlar və daha çox yeni bir şeylər öyrənmək üçün orada təhsil alırlar və bu daha yaxşı olar deyə düşünürəm. Həm də ideal universitet yalnız
bir şeyi əzbərlətmək və ya dayatmaq deyil də daha çox hər hansı bir şey necə öyrənəcəyini öyrətməlidir və bir mühit yaratmalıdır. Avropanın bilinən bütün universitetlərində, yəni kəsir söhbəti ümumiyyətlə yoxdur. Əksinə tələbələr universitetə getməyəndə özləri narahat olurlar ki, mən universitetə getmirəm, dərs oxumuram, imtahan necə verəcəklər. Yəni Azərbaycanda birinci problem budur ki, yəni kəsir söhbətidir. Bunu həll etmək lazımdır. İkinci növbədə isə əzbərçilik yaman baş alıb gedir. Əsas bunu praktiki olaraq üstünlük vermək lazımdır universitetlərdə. Saat o qədər tez başlamazsan, həm də qrupda məncə çox uşaq olur. Biraz az olsa müəllimin də izah elədiyi dərsi daha tez anlamaq olar. Kəsir də məncə ləğv olunsun, kəsir olmasa daha yaxşı olar. Əlbəttə ki, ideal yəni yoxdur. Çünki hər bir insan məncə öz ağlında idealı qurur. Saat 9-da yox, 10-da başlasa daha yaxşı olar və gecikirik deyə bizə qayıb yazmasalar, üstəlik də ispeniyalarımızı artırsalar, 98 yox, 298 olsa daha yaxşı olar, həm də həvəslə. Ya da ən yaxşısı limitsiz kart verələr bizə. Çox gözəl dərs oxuyuram. Dərsdən başımı ayırmaram da o dərəcədə deyirəm. Bilik, təhsil, savad vacibdir. Amma təhsil almadan da özü üçün uğurlu karyera həyatı qura bilən insanlar var. Həyat bəzən bizdən universitet təhsili olmadan cəsarət və zəhmət tələb eləyir. Elə məhz bu gün də öz cəsarəti və zəhməti ilə uğur qazanan bir gəncin hekayəsini dinləyəcəyik. Necə oldu ki, universitet təhsili almamağa qərar aldınız və bugünkü uğurlarınız universitet təhsili olmadan necə nail olmusunuz? Hər bir uğur ilk növbədə uğursuzluqla başlayır. Mənim bəlkə də bəxtim onda gətirdi ki, uğursuzluqla çox gənc, hətta uşaq yaşlarımdan üzləşdim. Hardasa 7-ci sinifdə oxuyarkən dilimdə tutulmalar baş verdi və mən öyrəndiyim dərsləri uşaqlar arasında daha əvvəldən kitablardan oxuduğum informasiyanı kütlə qarşısında danışa bilmədiyim zaman, dilimdə kəkələmə yarandığı zaman bir növ içimə qapandım və belə bir şey var ki, əgər sənin sol əlin yoxdursa, sağ əlin daha güclü olur. Əgər Allah səndən bir şey alırsa, əvəzində daha da güclü bir şey sənə bəxş eləmiş olur. Və belə olduğu zaman mən başladım öz fikirlərimi qələm vasitəsilə çatdırmağa. İlk başlarda mən yazıçı olacağam arzusundan bu işə girişməmişdim heç bir zaman və yaza bir müddət sonra baxdım ki, əslində insanlara hekayə daha maraqlıdır. Hansı ki, ta qədim zamanlardan hekayələri insanlar böyük maraqla izləyirlər. Mənim fikrimcə bəzi sahələr var ki, o sahələrdə universitet təhsili almadan da irəliləyə bilirsən. Hətta sənin vaxtını belə ala bilir həmin o nəzərdə tutduğum sahələr ki, onlardan biri də yazıçılıqdır. Çünki yazıçılığı sənə əgər içindən gəlmirsə bu istək sənə heç kim öyrədə bilməz. Bundan əlavə belə yavaş-yavaş özünü təkmilləşdirdikcə başa düşürsən ki, əslində 4 il universitetdə zaman xərcləyəcəyin vaxtı 1 ilə daha rahat öyrənə bilərsən həmin bu informasiyaları. Yazıçılıqdan əlavə həm də futbol hakimiyəm. Düşünürəm ki, bu peşə mənə həm də bol zaman qazandırır ki, mən öz yazılarımın üstünə də düşə bilim, eyni zamanda idmanla da məşğul ola bilim. Təhsilin vacibliyini inkar etmirik. Elə inkişafın da, elə universitetlərin də. Nəsə qopartmağı bacarmaq lazımdır. Hər yeri, hər şeyi faydalı edən elə biz özümüzük. Gələn görüşlərədək dostlar, sağ olun.